Salam, hər vaxtınız xeyir olsun. Mən İstimel Tədris Mərkəzinin İngilis dili müəllimi İbrahimova Şəbnəm. Bugün sizlərlə 2025 may ayında keçirilmiş magistratura imtahanının ikinci cəhdinin İngilis dili suallarının izahına baxacağıq. Başlaya bilərik. Əvvəla qeyd edeyim ki, gördüyünüz imtahan kağızı bir tələbəmizin sual kitabçasındandır. Sadə formasını tapa bilmədiyimiz üçün bundan istifadə edirik. Amma məncə önəmli deyil. Əsas suallara baxaq. Cavabları özümüz təyin edəcəyik, düz və ya səhv olduğunu. İlk 5 sual listening sualıdır bildiyimiz kimi. Listening dinləyə bilməyəcəyik çünki imtahanda qoşulmuşdu. Amma biz tərcümə yolu ilə baxa bilərik düzgün cavablara. Birinci sualımızdan başlayaq. Dialoqa əsasən düzgün sualı tapmaq, yəni suala cavabı tapmaq. Deməli, John Agatha Christie'nin hekayələrindən nə düşünürdü? Hekayələri haqqında. Mətndə, listening mətnində belə bir şey deyilmişdi. Unpredictable. Unpredictable gözlənilməz, təxmin oluna bilməz deməkdir. Burada sinonimlərdən istifadə olunub. Ona ən uyğun, yaxın məna unexpected sözüdür. Yəni, he finds the endings unexpected. Yəni, o hekayələrin sonluğunu gözlənilməz görürdü də. Yəni, o düşünürdü ki, onun hekayələrinin sonluğu gözlənilməzdir. Yəni, burada düzgün cavabımız B variantıdır. Təxminən işarələdim, amma B-dir, yəni sinonimlərdən istifadə olunub. İkinci sualda isə cümləni tamamlamaq tələb olunur bizdən. Agatha Christie 1926-cı ildə evi tərk elədi, çünki həmin hərəkətin səbəbini soruşur bizdən, nəyə görə tərk elədi. Burada düzgün cavabımız C variantıdır. She was facing problems in her marriage. Evliliyində, ailəsində problemləri var idi, ona görə evi tərk elədi. Düzgün cavab C variantıdır. Yaxşı işarələyək bunu. Üçüncü sualımızsa yenə düzgün olanı istəyir bizdən. Bir baxa bilərik. None of Agatha Christie's stories are based on her life experience. Agatha Christie'nin heç bir hekayəsi onun həyat təcrübəsinə əsaslanmır kimi deyilir. Xeyr, bu düzgün deyil. Çünki onun əksər hekayələri zaten həyat təcrübəsinə əsaslanırdı. A deyil. B-də isə baxaq. Unlike the stories, Agatha Christie had quite a monotonous personal life. Hekayələrindən fərqli olaraq onun həyatı çox tamamilə monoton, yəni adi, sıradan bir həyat tərzi var idi. Xeyr, onun həm hekayələri, həm də həyatı çox maraqlı idi. Bu da səhvdir. Agatha Christie müharibə dövründə, Birinci Dünya müharibəsi dövründə arxeoloq kimi işləmişdi deyilir, amma özü farmakoloq kimi, əczaçı kimi işləmişdi. Onun yoldaşı arxeoloq idi, yəni özü deyildi. Ona görə C-də getdim. Y variantına baxsaq, Murder in Mesopotamia is John's favorite story. Mesopotamiyada qətil onun sevimli hekayəsi deyildi. Şərqdə qətil kimi bir hekayə var idi. O idi onun sevimli hekayəsi. Düzgün cavab D variantıdır burada. Deməli, Agatha Christie'nin səyahət təcrübəsi onun ilham mənbəyi idi. Bəli, düzgün cavab C variantı. Üzr istəyirəm, D variantıdır. 4-də isə dialoqdan aydın olur ki, düzgün cavabımız burada C variantıdır. Agatha Christie's background significantly shaped her quality of her stories. Yəni, onun backgroundu hekayələrinin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir, onu formalaşdırır kimi göstərilir. Düzgün cavab C variantıdır. 5-də isə C variantıdır yenə. Hansı şəraitdə tapılmışdı o itəndən sonra? Yaddaşı itmişdi, huşu itmişdi. What conditions onu demək istəyir.
Deməli, davam edirik ilk mətnimizdən 6-10-cu suallar arasına baxacağıq. 6-cı sualda bildiyimiz kimi true false-dur. 4 dənə sual. 6.1-də deyilir ki, 20-ci əsrin əvvəllərində popkorn yalnız zənginlər üçün, zənginlərin ala biləcəyi lüks bir şey idi, yəni bahalı bir şey idi. Bu təbii ki, səhvdir. Çünki çox ucuz bir şey idi və onu hamı ala bilərdi. 6.2-də böyük depressiya dövründə popkornun qiyməti çox yüksəkliklə, yəni artım oldu da, qiyməti qalxdı. O da səhvdir. Çünki burada yazılıb they had little money, yəni deyir, böyük depressiya dövründə hətta insanların az pulu olduğunda belə onlar yenə kinoların yanında atışdırmalıq kimi popkorndan istifadə edə bilirdilər. Ona görə bu da false. 6.3-də baxmayaraq ki, deyir, popkornun xoşa gəlməz qoxusu var. İnsanların sevimli atışdırmalığı idi. Unpleasant deyildi. Burada ilk cümlədə də lovely smell deyilir. Yəni əksinə xoşa gəlimli qəşəng bir qoxusu var idi. 6.4-də it didn't take sellers long to make popcorn. 20-ci əsrin əvvəllərində deyir, satıcılar çox da çətinlik çəkmədilər onu böyük miqdarda satmağa. Çox çəkmədi onların satmağı. Həqiqətən də düzdür. Burada sellersla başlayan 3-cü abzasda var. Could make large quantities quickly and affordably. Yəni onlar çox rahatlıqla böyük miqdarlarda satdılar və müştərilər də onu ala bildilər, çünki qiyməti ucuz idi. Without spending much money, yəni çox pul xərcləmədən onu ala bildilər. 6.4-də truedur, A variantı. 7-ci suala baxsaq, bu teatrlar qərar verdilər ki, popkornu özü satsınlar, yəni özləri satsınlar. Bu nəyə əsasən idi? Burada cavab C variantıdır. As, yəni because, burada because mənasındadır. As, çünki onlar anladılar ki, onlar, üzr istəyirəm, C variantı deyil. Realized-la başladı deyə qarışdırdım. Düzgün cavab D variantıdır. When they realized that it could bring them a great amount of money. Onlar anladılar ki, ona daha böyük, yəni onlara daha çox miqdarda pul gətirə bilər, qazanc gətirə bilər. O hissədə buradan başlayır. Movie theaters realized that they could make significant profits and started selling it themselves. Profit fayda gəlirdi. Onlar anladılar ki, bu onlara böyük miqdarda, yəni gəlir gətirəcək və özləri satmağa qərar verdilər. Ona görə düzgün cavab 7-də D variantıdır. 8-ci suala baxsaq, vendor sözünün izahını istəyir bizdən. Orada popcornu küçədə satan insanlardan söhbət gedirdi. Ona görə sell sözü olmalıdır. Burada sell baxırıq, D variantındadır. Person who sells something usually in the streets. Adətən küçədə nələrsə satan insanlara vendor deyirlər. Yəni küçədə yeməyi satan və yaxud da nəsə satan insanlar vendor. 8 D variantı. 9-da 5-ci paragraf nə ilə başlaya bilər? Orada popcornun artıq bir adət-ənənə, vərdişə çevrildiyi haqqında danışılmışdı. Yəni E variantı. Today popcorn is more than a snack, it's a tradition. Yəni bir atışdırmalıqdan əlavə, hətta bir o adət-ənənədir, vərdişdir kimi götürülür. E variantı. 10-da düzgün cavablara baxırıq. Hansı suallara cavab var mətndə? Deməli, 1-də what contributed to the increase of the popularity of popcorn? Yəni, nə gətirdi, çıxartdı? Buna cavab var. 1-ə. Bir də sonuncu paragrafda olan hissə. İndi baxa bilmirik, çevirə bilmirik ora. Amma 1-2-dir düzgün cavab burada.
film təcrübəsində nə əsas oldu da, nə əsas oldu ki, popcorn belə əsas hissəyə çevrildi, nə gətirdi, ona çıxartdı. 1-2. Gəldi ikinci mətnə. Pendulum saatları haqqında danışılan bir mətindir. 11-in true false-larından başlayaq. Deməli, 11.1-də The invention of digital clocks put an end to use of pendulum clocks. Deməli, digital saatların ixtirası deyir, pendulum saatların yəni dekorativ element kimi pendulum saatların istifadəsini bitirdi, dayandırdı. Bu false-dur. Çünki hələ də insanlar ondan istifadə edirdilər. Yəni burada 17-19 əsrlərdə evlərdə, kilsələrdə və s. istifadə olunurdu deyə, yəni onun istifadəsini dayandırmadı. Ona görə də it's false, səhvdir. 11.2-yə baxaq. Clocks were precise before the invention of pendulum clock. Saatlar deyir, pendulum saatın ixtirasından əvvəl dəqiq idi. Amma burada bu sual səhvdir. Were not accurate yazılıb. Baxın, burada before the invention-dan başlayan hissədə were not yazılıb. Amma burada were olduğu üçün precise and accurate eyni şeydir də, dəqiq. Ona görə false-dur 1.2-də. Nota görə yəni. 11.3-də düzgün cavabımız true olacaq. O da burada qeyd olunub. While a shorter pendulum swings faster. Daha qısa olanlar daha sürətlidir. Bəli, düzdür. 11.4-də the movement of pendulum leads to the movement of the gears inside the clock. Belə eyni ilə when-lə başlayan cümlə var burada. Pendulum swings, it moves gears inside the clock which then move hands on the clock face. Hands burada saatın əqrəblərindən danışır. Yəni içində hərəkət eləməyindən. 11.4-də olduğu kimi olduğu üçün düzdür, yəni true. 12-ci suala gəldik. Answer the question according to passage. Mətnə uyğun suala cavab ver. Why must the pendulum clock be kept in a stable environment? Nəyə görə stabil bir yerdə, sabit bir yerdə qalmalıdır? Çünki daha dəqiq işləməyi üçün. To make it work accurately. Burada da this regular movement is what makes pendulum clock so accurate. Bu hissədə, daha doğrusu onun yuxarısındakı hissədə qeyd olunub. 12 B variantı olacaq. 13-ə gəldik. Deyir, pendulum clockları sadəcə saatları daha doğrusu sadəcə dəyərinə görə deyil də, həm də başqa nəyə görə belə dəyərlidir, məşhurdur. Burada qeyd olunub, they were-lə başlayan cümlə var. Valued not only their accuracy but for their beauty sözü var. Beauty sözünü burada attractive design olaraq əvəzləyiblər. Yəni onların cəzbedici görüntüsünə görə belə dəyərlidir. 13A variantı. 14-də adjust sözünün izahını istəyir bizdən. Adjust tənzimləmək deməkdir. O da 14-də A variantına uyğun gəlir. To change something slightly to make it more suitable. Yəni bir şeyi daha əlverişli, uyğun formaya salmaq üçün dəyişdirmək. 14A variantı. 15-ə gəldikdə deməli, birinci suala baxaq. What improvement did the pendulum clock bring to timekeeping? Saatı nəzərdə saxlamaq üçün pendulum clocklarında hansı inkişaf oldu? Hansı inkişafa gətirdi, çıxartdı? Deməli, vaxtı dəqiq burada adjustla başlayan hissədə var cavabı. Nəyə görə düzgün yerdə qoyulmalıdır? Deməli, düzgün cavabımız əslində 1, 2, 3 olacaq. 3 də buna aiddir. Bayaq dediyimiz kimi bu 12-ci sualdan eynidir. 12-ci sualdan 15-in ikincisi eynidir. Yəni, düzgün işləməsi üçün, dəqiq işləməsi üçün uyğun bir səthdə qoyulmalıdır. Sonra
Üstdə isə 17-19-cu əsrlərdə adətən haralarda istifadə olunurdu. Burada qeyd olunub homes, churches, public buildings, evlərdə, kilsələrdə və ictimai binalarda istifadə olunurdu. Yəni 3-ə də cavab var. Ona görə 1, 2, 3-ü düzgün cavab olaraq götürürük. Davam edirik qrammatika sualları ilə. 16-cı sualda bizdən məntiqi sonluğu istəyir. Cümləmiz belədir. Why do you admire Lewis so much? Nəyə görə Lewis'ə bu qədər heyranlıq duyursan? Because he never, çünki o heç vaxt pis bir şey eləmir ki, ona heyrandır. Yəni biz burada neqativ olanı seçməliyik. Cavablara baxsaq 4-ü pozitivdir, 1-i neqativdir. Baxaq variantlara. A-da supports people, insanlar dəstəkləyir, okey. Heç vaxt insanlar dəstəkləmir desək, bu yaxşı bir şey deyil də, yəni müsbət bir şey deyil. Bizə neqativ olan lazımdır. Appreciate support, dəstəyi dəyərləndirir, qiymətləndirir. Tells the truth daha doğrusu, həqiqəti danışır, yalan danışmır. Y-yə baxaq. Shows courage in difficult situations, yəni fərqli situasiyalarda cəsarət göstərir. D variantında isə betrays his friends, yəni dostlarına xəyanət eləyir, amma never olduğu üçün onu inkar eləyirik və o heç vaxt dostlarına xəyanət eləmir. Ona görə də ona heyranlıq duyur. Yəni ona görə mən neqativ olanı götürürük. 16 D variantı. 17-yə baxsaq, make-up dialoq qurmaqdır. Düzgün cavabımız burada D variantıdır. 2 ilə başlayırıq. How much do you think advertising influence what we buy? Sən nə qədər düşünürsən ki, aldığımız şeylər bizə reklamın təsiridir? 4 ilə davam eləyir. A lot, çox. Advertising creates desires that we didn't even know we had. Hətta bilmədiyimiz arzularımızı belə yaradır reklam bizdə. 3 ilə davam edirik. That's interesting, but do you think people always realize they are being influenced? Ancaq düşünürsən ki, insanlar həmişə influence olduğunu, yəni təsirləndiyini anlayırlar. 6 ilə davam eləyir. Not always, but it's everywhere. You can't escape it, whether it's on TV, online or even in the street. Həmişə yox, amma hər yerdə bu var. Hətta TV-də, onlaynda, küçədə belə sən bundan qarşılaşa bilərsən. Söhbət reklamdan gedir. 5. So do you think we are all being manipulated by advertising? Ancaq beləliklə sən düşünürsən ki, bizim hamımız reklam tərəfindən manipulyasiya olunmuşuq. 1. Actually no, we should have the power to make our own choices. Demək, yəni adətən yox. Bizim deyir öz seçim şansımız, gücümüz olmalıdır ki, yəni biz özümüz seçimlərimizi eləyək, reklamla, manipulyasiya ilə yox. Düzgün cavab D variantıdır 17-də də. 18 modal feillərdir, çox asandır. Biz keçərkən modal feili orada demişdik ki, hətta digər sınaqlarımızda da qeyd eləmişdik ki, hadn't, hasn't, haven't belə bir versiya yoxdur. Ona görə E avtomatik çıxır. Must-la to olmaz. Ona görə həm inkarı, həm təsdiqi çıxır. Yoxdur cavablarda. Qaldı B ilə C variantı. Has to ola bilər, amma növbəti boşluqda uyğun olmalıdır. Axı he ilə have ola bilməzdi, he ilə has olmalıydı. Ona görə B-də getdi. Düzgün cavabımız C variantıdır. Had to drive and he could in order to arrive. 19-da prepositionlardır. Day olan kimi zaten biz 10 götürməliyik. Cümlə onunla başlamalı. Ona görə inlər çıxır. Saat da həmişə ətlə göstərilir. Yəni ətlə verilir. Ona görə növbəti də ət olmalıdır. B variantı da getdi. Qalmış deyəndə, məsələn 7-yə qalmış, 8-də qalmış və s. to olmalıdır növbəti boşluqda. Ona görə A variantını da çıxarırıq. Elə düzgün cavabımız C variantıdır. Sonda da arrive'dan sonra yer, məkan adı, şəhər, ölkə adı, daha doğrusu şəhər və ölkə adı bildiriləndə mütləq in olmalıdır. Amma başqa bir yer olsa, məsələn station və s. airport, o zaman ət olacaqdır.
Amma şəhər olduğu üçün indi burada. Düzgün cavab 19-da C variantı. 20-yə baxırıq. We have no dark trousers. We have got only. Deməli, variantlara baxsaq, other'dan sonra isim gəlmir. A variantı çıxır. Another'dan sonra cəm isim gələ bilməz. B variantı da çıxır. Pairs-la ola bilməz. Tək article. Few of them. Axı burada only-dir onun əvvəlində. Only few deyə bir şey yoxdur. Only a few olmalıdır. Only a few zaten few-ya bərabər bir şeydir də. Ona görə D variantı da çıxır. Düzgün cavabımız E variantıdır. Only a few. Bizim tünd şalvarımız yoxdur. Yalnız bir-iki dənə açıq rəngdə şalvarımız var. Beləliklə biz bütün sualların izahlarına baxdıq. Düşünürəm qrammatik hissəsi asan idi nisbətən. Yazmaq olardı 5-də 5 şəkildə. Kim yazıbsa onları təbrik edirəm. Kim imtahandan keçibsə təbrik edirəm. Uğurlarınız davamlı olsun. Kim keçməyibsə də həvəsdən düşməsin və yenidən növbəti illərdə hazırlaşsın. Dinlədiyiniz üçün çox sağ olun. Təşəkkür edirəm.